Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi evdə olan ərzaqlardan sadə biskvitli tort hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? 7 ədəd yumurta götürmüşəm. Ağarıb həcmi artana qədər bunu mikserlə qarışdırıram. Qeyd edim ki, bu dəfəki reseptim biraz fərqlidir. Həmişə eyni qayda ilə hazırlayıram biskvitləri. Bu dəfə fərqli hazırlayacağam. Ərzaqlarımızda biraz dəyişiklik eləmişəm. Stəkan yarım şəkər tozunu az-az əlavə edirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Ərzaqlarımızın miqdarını istəyən üçün alt bölümündə yazacağım. Gördüyünüz kimi yaxşı-yaxşı qarışdırdım və ağarıb həcmi artdı. Üzərinə 7 yemək qaşığı ilıq su əlavə edirəm. Suyu əlavə etdim və bunu mikserlə yenə də qarışdırıram. Üzərinə 1 yemək qaşığı qarğıdalı nişastası əlavə edirəm. Və 1 dolu stəkan un, 1 yemək qaşığı un, 1 paket kabartma tozu, 1 paket vanili əliyərək əlavə edirəm. Dediyim kimi 1 stəkan, 1 yemək qaşığı un, 1 paket kabartma tozu, 1 paket vanil. Bunları əliyərək əlavə edib yavaş-yavaş qarışdırıram. Artıq mikserdən istifadə etmirəm. Mikserin çubuğu ilə qarışdırıram bunu. Biskvitimizin xəmiri hazır oldu. Burada qabımızı hazırlayıram. Biskviti töküləcək qabı hazırlayıram. Kağızı necə qoyuram, bunu sizlər üçün göstərirəm. Düzdür, bunu hər kəs bilir. Bilməyənlər üçün bunu çəkdim. Gördüyünüz kimi kağızı bu formada qoydum. Artıq qalan hissələrini kəsib atıram. Hazırladığım xəmiri qaba əlavə edirəm. Və bunu 1-2 dəfə bu formada çırpıb bişməyə qoyuram. Artıq gördüyünüz kimi biskvitimiz bişdi, yumşaq, çox dadlı bir biskvit alındı. Bunu soyutdum və bunu 2 yerə bölürəm. Biskvitimizi 2 yerə böldüm. Keçirik tortumuzu yığmağa. Tortumuzu yığmamışdan qabaq kremimizi hazırlayıram. 250 qram otaq temperaturunda olan kərə yağını mikserlə qarışdırıram. Kremimiz zavarnoy krem olacaq, bişmə krem. Bunu bişmə kremin hazırlanmağını çəkməmişəm, çünki səhifəmdə var. Sadəcə kremin hazırlanmasını göstərirəm. Yağı biraz qarışdırdım. Üzərinə qatlaşdırılmış süd əlavə etdim. 2 yemək qaşığı. Və bunu yavaş-yavaş qarışdırıram. Hazırladığım bişmə kremi də qaşıq-qaşıq əlavə edirəm.
Dediyim kimi evdə olan ərzaqlardan asan, çox dadlı, sadə bir tort hazırladım. Kremimiz də hazır oldu. Keçirik tortumuzu yığmağa. İlk öncə biskvitlərimizi şirin südlə bu formada isladıram. İsladandan sonra üzərinə hazırladığım kremi əlavə edirəm. Kremimizi də çəkdim və üzərinə qoz doğrayaraq əlavə edirəm. Qozu da bu formada əlavə etdim və ikinci hissəsini də qoydum. Bunu da yenə şirin südlə isladıram. Eyni qayda ilə kremimizi yenə də əlavə edirəm. Gördüyünüz kimi asan, tez başa gələn sadə tortumuz artıq demək olar ki hazırdır. Üzərinə biraz şanti kremi ilə düzəliş verirəm. Üzəri üçün biraz şanti kremi hazırlamışdım. Bilirsiniz, şanti kremi daha yaxşı qalır kremin tortun üzərində. Kənarlarını bu formada edirəm. Və üzəri üçün qırmızı krem hazırlayıram. Qırmızı boyadan istifadə edirəm. Tortumuzun üstünün bəzənməyini çəkməmişəm. Gec olduğu üçün çəkməmişəm və hazırını sizə göstərəcəm. Gördüyünüz kimi bu da bizim evdə olan ərzaqlarımızdan sadə, çox dadlı tortumuz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.